Salamlar, vaxtınız xeyir olsun. Bugün dünya okeanının tərkib hissəsi olan dənizlərin xəritəsini öyrənəcəyik. Deməli, ilk öncə başlayaq Sakit Okeanın dənizlərindən. Qarşılayır bizi ilk növbədə Bering dənizi, daha sonra bu hissədə Oxot dənizi, kənar dənizlərdir hər ikisi. Daha sonra Yapon dənizi, kənar dənizlər siyahısına aiddir. Sarı dəniz, Şərqi Çin dənizi, daha sonra bu hissədə Cənubi Çin dənizi mövcuddur ki, bunlar kənar dənizlərdir. Eyni zamanda bu hissədə Filippin dənizi mövcuddur ki, bu adalar arası dənizdir. Daha sonra adalar arası dənizlərin siyahısına Sulu dəniz, Sulawesi dənizi, Yava dənizi, bu hissədə Bali dənizi, daha sonra Flores dənizi, Flores adasının yaxınlığında Banda dənizi, Moluq adalarının yanında Moluq dənizi, daha sonra Solomon dənizi mövcuddur. Daha sonra Bismarck adalarının yanında Bismarck dənizi mövcuddur ki, bunlar adalar arası dənizdir. Daha sonra Avstraliya sahillərində Mərcan dənizi, Fiji dənizi, Tasman dənizi deməli mövcuddur ki, bunlardan Mərcan və Tasman dənizi kənar dəniz, Fiji isə adalar arası dəniz siyahısına daxildir. Daha sonra Cənubi Amerika sahillərində Çili dənizi və bu hissədə təqrib olaraq Qral dənizlərinin adını bildirmək olar.